Deyim ki, Tofiq Bayram ilk şeiri 1950-ci ildə Azərbaycan Pioneri qəzetində çap olunub. Ağstafada bir müddət yaşayıblar. Böyük şairimiz Səməd Vurğun ora gəlib və orada bir şeir deyir. Bu Tofiq də 11-12 yaşında. O maraqla baxır, bu söhbətlərin hamısını dinləyir. Sonradan Səməd Vurğun o deməli ki, görüşdən sonra atam onu dəvət eləyir evimizə və Tofiqin o vaxt ilk dəfə o başını sığallayır və deyir ki, bu qoçaq bir oğlan olacaq. Tək tənhayam, yoxluğun ürəyimə çəkib dağ. İnsaf elə, gəlmişəm, məni dindir ay Səməd. Deməli, Tofiq Bayramın ən çox sevdiyi şairlərdən biri və bəlkə də birincisi Səməd Vurğundur. Çünki Səməd Vurğunu özünə böyük ustad sayırdı. Onun istedadı elə bir ki, Səməd Vurğun eşqi ilə həm də yoğrulmuşdu. Günəş göydə, qartal dağda yaşayan kimi şair xalqın nəfəsində Vurğun yaşayır.